Bismillahirrahmanirrahim. İmam Ali Aleyhisselamın həyatı 10-cu hissi. Hz. Ali Aleyhisselam döyüş meydanlarında. Hz. Ali Aleyhisselam İslam tarixində Peyğəmbərimiz Salavatullahın ən yaxın silahdaşı və müdafiəçisi olmuşdur. Bədr, Ühud, Xəndək, Xeybər və digər bütün döyüşlərdə o daim Hz. Peyğəmbər Salavatullahla çiyin-çiyinə durmuş, İslamın qorunması və yayılması yolunda misilsiz şücaət göstərmişdir. Tarixçilərin yazdığına görə yalnız Təbuk döyüşündə İmam Ali Aleyhisselam Peyğəmbər Salavatullahın göstərişi ilə iştirak etməmişdir. Çünki Hz. Peyğəmbər Salavatullah münafiqlərin fürsət tapıb Mədinədə qarışıqlıq yaratmaması üçün Ali Aleyhisselamı öz canişini təyin edib şəhərdə saxlamışdı. Hz. Peyğəmbər Salavatullahın müxtəlif müharibələrdə İmam Ali Aleyhisselam barəsində söylədiyi kəlamlar onun İslam tarixindəki mövqeyini daha da aydın göstərir. Xəndək döyüşündə Hz. Ali Aleyhisselam döyüş meydanına çıxanda Hz. Peyğəmbər Salavatullah belə buyurdu: "İndi İslamla şirk büsbütün qarşı-qarşıya dayanmışdır." Xeybər döyüşündə isə Hz. Peyğəmbər Salavatullah belə müjdələmişdi: "Sabah bu bayrağı elə bir şəxsin əlinə verəcəyim ki, Allah Taala o qalanı onun əli ilə fəth edəcəkdir. O elə bir şəxsdir ki, Allahı və Peyğəmbəri sevir. Allah və Peyğəmbər də onu sevirlər." Bu sözlər Hz. Ali Aleyhisselamın İslam tarixində yalnız bir qəhrəman kimi deyil, həm də Allah və Rəsulunun sevimlisi olaraq necə böyük bir məqam sahibi olduğunu göstərir.